Herkes salamlayıram. Bugün mən sizlə baxacağım. Deməli, azimut məsələlərinə. Azimut məsələlərini həll etmək üçün uşaqlar ilk öncə cəhətləri bilməliyik. Bildiyimiz kimi üfüqün 4 cəhəti var. Mən burada qeyd etmişəm. Deməli, uşaqlar izah edəndə. Deməli, üfüqün 4 cəhəti var. Şimal, cənub, şərq, qərb. 4 cəhətli. Şimal 0-360 dərəcə arasında dəyişir. Şərq 90 dərəcə. Cənub 180, qərb 270 və bir də var aralıq cəhətlər. Aralıq cəhətlərdə 45-45 artır. Şimal, şərq 45 dərəcə. Deməli, cənub, şərq 135 dərəcə. Cənub qeyd elədik 100-dür. Sonra cənub, qərb 225, şimal, qərb 315 dərəcə. Bunları bilməliyik mütləq. Bunları biləndən sonra azimut məsələlərinə baxırıq. İndi deməli baxaq bu məsələyə. Deməli birinci məsələmiz 28-ə baxaq. Deyir, əvvəlcə 90 dərəcə, sonra isə 180 dərəcə ilə azimutla bərabər məsafədə hərəkət edən ekspedisiya üzvləri əvvəlki məntəqəyə qısa yolla hansı azimut və istiqamətlə qayıtmalıdırlar? Deməli, əvvəl gedib 90 dərəcə. 90 haradır? Şərq. Deməli, çəkirik 90 dərəcəni. Əvvəl gedib 90 dərəcə. Daha sonra 180 dərəcə. Deməli, 90-ı çəkdikdən sonra düşürük hara? Aşağı 180-ə. Çünki 180 dərəcə azimut cənubdadır. Onlar geriyə hansı deyim? Ən qısa azimutla qayıdır. Birləşdiririk, alırıq bu oxu. Bu hansı oxdur? Bu şimal, qərbdir. Baxın. Bu deməli bu oxdur. Bu azimutdur. Şimal, qərb 315 dərəcə. Deməli onlar geriyə qayıdıblar. 315 dərəcə şimal, qərb azimutuyla. Daha sonra baxırıq, deyir, əvvəlcə deyir 0, sonra isə 90 dərəcəyə azimutla bərabər məsafədə hərəkət edən ekspedisiya üzvləri əvvəlki məntəqəyə ən qısa yol və azimutla necə qayıtmalıdır? Deməli, yenə baxırıq. Əvvəlcə deyir, gediblər neçə? 0 azimutla. Deməli, 0-ı çəkirik, yəni yuxarı doğru gedirik. 0 azimut. 0-ı çəkdik, 0 azimutla. Daha sonra gediblər 90. Sonra gedirik şərqə 90 dərəcə. Getdikmi şərqə? Deməli, geriyə hansı ilə qayıdırlar? Birləşdiririk, alınır aşağı aralıq. Yəni ki, cənub, qərb azimutu. Baxın, hansı azimut alınır? Bax, alındı bu azimut. Cənub, qərb. Baxın, aşağı doğru. Bax, bu azimutdur. Yəni, bu eyni azimut. Deməli, alındı cənub, qərb 225 dərəcə. Cənub, qərb. Bax, sxemi çəkəndə baxırıq. Görürük, aşağıda qalır. Bax, bu sxem. Deməli, cənub, qərb. Bu hansı azimutuydu? Bunda da sxem buradan çəkirik. Bu da şimal, qərb. Baxın, deməli, cənub qalmışdı aşağıda. O da şimal, qərb. Başqa birini də götürək, tutaq özümüzdən. Tutaq deyirik, məktəblilər aralıq cəhət götürək. 45 dərəcə ilə gediblər. Deməli, şimal, şərqə getdilər. Daha sonra gediblər 90 dərəcə, 2 kilometrdə. Gəlirik şərqə düz. Onlar deyir, geriyə hansı azimutla qayıdırlar? Baxın, yenə bunları birləşdirəndə alınır. Yenə hansı? 225 dərəcə azimut. Yenə alındı 225 dərəcə cənub, qərb azimutu. Başqa birinə də baxaq, tutaq. Məktəblilər deyirik, gəliblər əvvəl gəldilər 225 dərəcə ilə. Gəldi aşağı. Daha sonra gediblər deyirik 90 dərəcə ilə. Bura gəldik. Onlar geriyə ən qısa yolla birləşdiririk. Qalxırlar hansı azimutla? 0 şimal. Bu yəni vasitə ilə belə deyək. Bu üsulla da ən qısa məsafə ilə qalxırlar yuxarı. Bir dənəsinə də baxaq. Əvvəl tutaq gediblər deyirik məktəblilər 3 kilometr 135 ilə. 135 deyiriksə düşürük aşağı. Çünki cənub, şərq. Eləmi? 135. Daha sonra getdilər 45 dərəcə. Getdik bu tərəfə. Onlar geriyə ən qısa məsafə ilə hərayla qayıdarlar. Birləşdiririk. Hansı azimut alınır? Düz, sol. Yəni qərb azimutu 270 dərəcə. 270 dərəcə qərb.
qərb azimutu ilə də deməli neynirlər? Onlar geriyə qayıtmış olurlar. Məsələlərin ən asan belə deyək, yolu izahı budur. Yəni bu üsulla tapmaq olur.